Bien mieux qu'être mal accompagné, pas vrai? Nada. Siz ses verə üsul görmüsünüz. Ne izleyeceksin? Damat. Bəli, yəqin ki, bir yeməyi tamaşasız düşünmək mümkün deyil. Bir çox xanımlar isə ömründə bir dəfə də olsa bəlkə də tamat hazırlayıb. Amma bu dəfə bizim hazırlayacağımız tam başqa üsulda fərqli, asan və həm də orijinal tamat olacaq. Yəni artıq marketdəkilərə pul verməyə gərək yoxdur. Çünki o qədər təbiidir, rəngi və dadı o qədər gözəl alınır ki, deyəsiniz ki, elə doğrudan da tamat hazırlayın. İlk növbədə təbii ki, pomidorların seçiminə, yaxşı pomidor olmasına önəm veririk. Mən bağdan toplayıram, tərtəmiz yuyuram və gördüyünüz bu şəkildə 4 yerə bölürəm. Onun ağzını bağlayıram torba ilə, yəni hər hansı bir əski ilə də edə bilərsiniz, tənziflə də edə bilərsiniz ki, hava keçirən olsun, amma yanlarını belə yaxşıca bağlayırıq hər tərəfdən və mən bunu aparıb qoyuram günün altına, günəşin altına. Çalışın ki, tam gün düşən yer olsun, daimi günəş tutsun onu. Bir gün keçir üzərinə duz əlavə edirəm, 2 qaşıq duz əlavə edirəm. Çox əlavə etməyə ehtiyac yoxdur, duz sadəcə onun suyunu çıxarmağına kömək edəcəkdir. Sonra bir gün qalır, yəni toplamda 2 gün qalandan sonra artıq demək olar ki, hazırdır günün altında. Əgər çox günlü yerdəsinizsə, bunu bir gündə saxlaya bilərsiniz və hazırda artıq qazana aparıram ki, o birisi işləri də görürəm. Gördüyünüz şəkildə suyu tamam olaraq çıxıbdır. Yəni sanki elə bir pişibdir, amma bunu günün altında olubdur bu belə. Daha təbiidir, D vitamini alıbdır. Belə süzgəcdə süzürəm. Tamam olaraq yəni heç nəyə qalmır. Süzülür, sadəcə suyu tökülür. Dənələr üçün başqa üsul eləyəcək təbii ki. Ondan sonra suyu hazırdır və aparıram onu, təbii ki, dənələri qalıb pomidorun dənələrini süzmək üçün belə süzgəcdən, balaca süzgəcdən istifadə edirəm. Alternativ olaraq siz də istədiyiniz süzgəcdən istifadə edə bilərsiniz. Hətta biraz sonra görəcəksiniz, mən parçadan da istifadə elədim. Əgər elə parçalarınız varsa, toyda, nişanda istifadə olunan parçalardan. Təbii ki, onlar dənələri keçirmir, həm də asan olur. Yəni biraz bu vaxt aparanda yorucu ola bilər. Amma onu eləyəndə daha asan süzür və dənələrini çıxarmaq olur. Bu şəkildə belə süzürəm. Yəni bu bütün dənədən başqa heç nə qalmayacaq. Tamam olaraq keçirirəm süzgəcdən. Çünki onlar da tamata dad verəcəkdir. Onu atmaq olmaz. Bu arada siz yaza bilərsiniz ki, hansı üsulla tamat edirsiniz. Sizə asan gələn üsul hansıdır? Onları da bizimlə bölüşə bilərsiniz. İzləyicilərimizlə bölüşüb kömək edə bilərsiniz. Mən fərqli şəkildə tamatlar eləmişəm. Onları da kanalıma yükləyəcəm. Amma ən asanlığı və dediyim kimi ən təbiisi budur. Çünki daha rəngi orijinal qalır. Və gündə olduğu üçün daha da vitaminli olur. Yəni o D vitaminini tam almış olur. Dənələrini təbii ki atmıram. Çünki qaynatmadığım üçün bu dənələr toxum kimi saxlamaq mümkündür. Saxlayıram ki, gələn il onu toxum edərik. Və gördüyünüz şəkildə torbadadır. Artıq torbaya tökmüşəm. Onun suyu tamam olaraq süzəcəkdir.
Belə qaldırıram yanlarından. Yekə geniş qazandan istifadə edirəm ki, daha rahat olsun. Gördüyünüz şəkildə belə boynundan bağlayıram. Biraz ipi uzun da edirəm, çünki bunu birazdan asacağam. Onu asanda daha yaxşı dursun, rahat dursun da daha doğrusu. Gördüyünüz kimi artıq ağacdan asmışam və asan kimi bu qədər su tökülür. Yəni təsəvvür edin ki, tomatın, pomidorun yarısı belə su kimi gedir. Əslində qaynadanda da elə olur. Biraz aradan keçir, bir gün vaxt keçir. Yəni bir gün saxladım. Bir gecə qaldı, suyun çəkdi, amma siz daha tez baxa bilərsiniz, suyun çəkib də götürə bilərsiniz. Çünki suyun tez də çəkə bilər, gec də çəkə bilər. O günə və pomidordan asılıdır. Bir gündən sonra belə götürürəm torbada. Təbii ki, bir qazan pomidor edirsən, bir balaca tomat çıxır. Onu təbii qadınlarımız yaxşı bilir ki, pomidordan az çıxır tomat, amma dadlı olur, təbii olur o suyu gedəndən sonra. Belə torbadan tam olaraq qaşıyıram bu qaba, başqa qaba. Qaba yağ tökürəm, bamxodda, yəni çox dibi vurmasın deyə bamxodda bunu içərisinə əlavə eləyirəm və yavaş-yavaş qarışdırıram. Qarışdıqca yağ yenə də əlavə elədim. Bir də pomidor turşdursa, siz pesok ata bilərsiniz içinə. Mən duz əvvəldən vurduğum üçün indi də 2 qaşıq vururam, çox vurmuram. Belə gördüyünüz kimi artıq görsən ki, pomidor pişib, hazırdır, dən olur. Demək olar ki, hazırdır. Suyu əlbəttə ki, yoxdur, amma pomidoru pişirməsən qalmaz. Bir azca 10-15 dəqiqə bamxodda pişirirsən. Pişirəndən sonra əvvəldən qaynatdığım, sildiyim tərtəmiz olan bankaya yığıram, balaca bankaya yığıram. İsti-isti onu bağlayacağım ki, daha yaxşı qalsın. Belə üstünə də bir balaca dur yağ əlavə edirəm ki, xarab olmasın. Gördüyünüz şəkildə rəngi olduqca gözəldir. Dadı da təkcə, hətta belə tək yemək belə çörəyə sürüb yemək belə mümkündür. Olduqca dadlıdır. Siz də hazırlayın, nuş olsun. Mənim kanalıma abunə olmağı və izləməyi, bəyənməyi də unutmayın.